Salam əziz və dəyərli izləyicilər, hər birinizi xoş gördük. Biz bugün sizinlə təsriflənməyən feili bağlama haqqında danışaq. Feili bağlama təsriflənməyən feildir. Nəyə görə təsriflənməyən feildir? Çünki o, şəxs və kəmiyyətə görə dəyişmir. Bu da o deməkdir ki, yəni şəxs sonluqlarını qəbul eləmir. Bu haqda biz feili sifət bölməsində sizinlə fikirlərimizi bölüşmüşük. Təsriflənməyən feillər şəxs sonluqlarını qəbul eləməyib, şəxsə və kəmiyyətə görə dəyişə bilməyən feillərdir. Məsələn, mən oxuyuram, sən oxuyursan, o oxuyur. Biz oxuyuruq, siz oxuyursunuz, onlar oxuyurlar. Uşaqlar, gördüyünüz kimi burada şəxs sonluqları ki var, siz oxuyursunuz. Bu feil bu şəxs sonluğunu qəbul edib. Biz oxuyuruq, kəmiyyətə görə birinci şəxsdə şəxs sonluğunu qəbul edib. Amma təsriflənməyən feillər bu şəkilçiləri qəbul etmir. Yəni, bu şəkilçiləri biz təsriflənməyən feilləri artıra bilmərik. Məsələn, mən oxumağam deyə bilmərəm və yaxud mən oxuyandayam deyə bilmərəm. Çünki feili bağlama, feili sifət, məsdər bu şəkilçiləri qəbul eləmir. Ona görə də deyirik ki, təsriflənməyən feillərdir. İkinci xüsusiyyətləri də ondan ibarətdir ki, təsriflənməyən feillər ikili nitq hissəsinin xüsusiyyətini daşıyırlar. Yəni, məsdərin içində həm isim, həm də feil var. Feili sifətin içində adının göründüyü kimi həm feil, həm də sifətin xüsusiyyətləri var. Feili bağlamanın da tərkibində həm feil öz xüsusiyyətlərini saxlayır, həm də zərf öz xüsusiyyətlərini saxlayır. Bununla belə təsriflənməyən feillər heç vaxt feilin sualına cavab vermirlər. Yəni, içlərində hərəkət də olsa məzmununda, amma feilin sualını qəbul eləmir. Məsdər ismin sualını qəbul edir, feili sifət sifətin sualını, feili bağlama da zərfin suallarını qəbul edir. Deməli, feili bağlama feil kimi hərəkət bildirir. Uçanda, nə edəndə hərəkət bildirir, görürsünüz? Və növ bildirir. Məlum növ, məchul növ, qayıdış növ, digər növlərdə yazışanda qarşılıq növdür. Və yaxud yazdıranda icbar növdür. Və yaxud açılanda, ürəyim açılanda qayıdış növdür. Qapı açılanda məchul növdür. Açanda məlum növdür və ilə axır. Baxılanda hətta şəxssiz növdə ola bilir. Yəni, biz burada feilin xüsusiyyətini gördük. İnkar ola bilir, feil inkar ola bilir. Təsriflənməyən feillərdə feil kimi inkar ola bilirlər. Yazanda, yazmayanda. Və ilə axır, ətrafına söz toplayır. Bunu necə başa düşürük? Ətrafına söz toplamaq tərkib yaratmaq deməkdir. Elə feili bağlama ətrafına söz toplayırsa, bu elə tərkib deməkdir. Yəni, böyük bir tərkib yaradır, söz tərkibi yaradır. Bu da söz birləşməsi adlanır. Sintaksis bölməsində biz bunlara feili birləşmə deyirik. Belə bir tərif də deyirik ki, əsas tərəfi feillərdən ibarət olan, yəni təsriflənməyən feillərdən ibarət olan birləşmələr feili birləşmələrdir. Və həm də cümlə təhlilində də biz bunları mürəkkəb cümlə üzvü kimi götürürük. Çünki tərkiblərdir. İstər məsdər, istər feili sifət, istər də feili bağlama. Bəs zərf kimi hansı xüsusiyyətlərə malikdir? Zərf kimi hərəkətin zamanını, tərzini, bəzən də miqdarını bildirir. Bu zaman elə zərfin sualına cavab verir. Tərz hərəkət zərfi nə tərzdə, necə, nə cür sualına, miqdar nə qədər, zamandakı nə vaxt, nə zaman suallarına cavab verərək cümlədə zaman zərfliyi, tərz hərəkət zərfliyi, bəzən də miqdar zərfliyi kimi ola bilir. Gördünüzmü? Mən dedim ki, yer zərfi, adını çəkmədim yer zərfini. Yəni, təsriflənməyən feil, feili bağlama, yer zərfi ola bilmir. Bu zərfin xüsusiyyətini daşısa da tam daşıya bilmir. Eyni zamanda isimləşə bilmir, qoşmalarla işlənmir, cümlədə başqa üzv ola bilmir, yalnız zərfli olur və bu da onun zərfə aid xüsusiyyətləridir. Feili bağlama zaman anlayışını ifadə edirsə, bu zərfin xüsusiyyətidir. Keçirin şəkilçilərinə, hansı şəkilçilərlə yaranır? A üstü 2 tərz mənasını bildirir. Baxa-baxa, qaça-qaça və ilə və s. Ondan sonra arkan şəkilçisi, armaz şəkilçisi, qapını açar-açmaz müəllimə məni qarşıladı. Kim müəllim? Belə deyək, nə zaman? Arkan şəkilçisi yenə də feili bağlama şəkilçisidir. Araq şəkilçisi 3 məzmunda feili bağlama ola bilir. Həm zaman, həm səbəb, həm də tərz anlayışını ifadə edir. Baxın, yola düşərkən yağış yağdı.
arkan şəkilçisidir. Haçan yağış yağdı? Yola düşərkən, yola düşəndə. Anda şəkilçisindən sinonim ola bilir. Uşaq qorxaraq yıxıldı. Nə səbəbdən? Qorxaraq yıxıldı. Yəni qorxub yıxıldı. Ibla sinonim ola bilir. Və yaxud müəllimə gülərək keçdi. Necə keçdi? Nə tərzdə keçdi? Gülərək. Burada da tərz anlayışını ifadə edir. Anda şəkilçisi zaman anlayışını ifadə edir. Madan şəkilçisinə fikir verək uşaqlar. Deməli, madan şəkilçisində şərt məzmunu da var. Baxın, dərslərini hazırlamadan yoldaşlarından oynama. Və şərt qoyur qabağımıza. Və həm də tərz anlayışını ifadə edir. Mış şəkilçisi haqqında biz keçən dərsdə sizinlə danışmışıq. Mış sinonimik şəkilçidir, həm də omonim şəkilçidir. Sinonim olaraq ıb şəkilçisinə sinonimdir. Ib şəkilçisi də keçmiş zamandır, nəqli keçmişdir. Lakin 2 və 3-cü şəxslərdə. Mən oxumuşam, sən oxuyubsan, o oxuyub kimi. Yadınıza gəlsin, bu şəkilçi həm zaman anlayışıdır, həm də fe'li bağlama şəkilçisidir. Keçirik ınca şəkilçisinə. Inca şəkilçisi də miqdar anlayışını ifadə edir. Məsələn, sən bu yeməklərdən doyuncayı, bu şirniyyatlardan doyuncayı, yəni doyana qədər, nə qədər ye, doyuncayı. Və yaxud da ki, zaman anlayışını, mən evdən çıxınca telefon zəng çaldı. Haçan? Evdən çıxınca. Dıqda və dıqca şəkilçiləri də həmçinin zaman anlayışını ifadə edən fe'li bağlamalardır. İndi biz ıb şəkilçisini də diqqətinizə çatdırın. Dedim ki, uşaq qorxub, qorxaraq sinonim ola bilir araq şəkilçisindən bunu izah eləyə bildik. Burada nəyə toxunduq biz? Biz madan şəkilçisini həm şərt məzmununda, ınca şəkilçisini həm də miqdar anlayışını ifadə etməyində diqqətinizə çatdırdım. Hazırlaşmamış. Əvvəlcədən hazırlaşmamış uşaq, bax burada fe'li sifətdir. Çünki uşaq gəlir, isim gəlir qabağında. Hazırlaşmamış cavab vermə. Qabaqcadan hazırlaşmamış testləri etmə və yaxud cavab vermə. Bax, burada fe'li bağlamadır. Yəni buna diqqət yetirməliyik. Keçək bura. Danışanda. Danışanda sözünə baxın. Burada anda şəkilçisi bizə fe'li bağlamanı xatırladır. Bəli, mən danışanda müəllim sevindi. Hacam, nə vaxt danışanda? Bir də deyirəm ki, danışanda bir günah yoxdur. Yanındakı onu danışdırır. Kimdə? Danışanda. Burada fe'li sifət şəkilçisidir. Yerli kalı ilə işlənir və burada fe'li sifət isimləşir. Yəni kimdir sualını cavab verir. Elə hər gördüyümüz fe'li bağlama deyil. Fe'li bağlama bəzən zərflə eyni suala cavab verdiyindən və hərəkəti izah etdiyindən bunu tapmaq çətin olur. Ona görə də bir neçə sözləri diqqətinizə çatdırın mən. Yazırıq lövhəyə dönə-dönə sözünü. Dönə-dönə. Dönə-dönə sözünü dəfələrlə mənasını ifadə edəndə, yəni dəfələrlə sənə demişəm. Bu artıq fe'li bağlama deyil. Çünki bunun içində heç inkarlıq yoxdur. Bunun içində heç hərəkət yoxdur. Axı fe'li bağlama, fe'l kimi hərəkət, inkar olan xüsusiyyətlərə malikdir. Dönə-dönə sözü isə zərfdir. Yəni, qoşa-qoşa sözünə baxaq. Qoşa-qoşa. Uşaqlar sinfə qoşa-qoşa girdilər, daxil oldular. Necə girdilər? Qoşa-qoşa, yəni 2-2 mürəkkəb zərfdir. Amma deyirəm ki, arabanı ata qoşa-qoşa mahnı oxuyurdu. Gözü də ustada idi və yaxud belə. Qoşaraq sözüdür burada. Yəni qoşmaq fe'lidir. Biz bunu inkar eləyə bilirik. Qoşmaya. Mahnı qoşmaya. Belə. Və digər sözə baxaq. Tikə-tikə sözünə baxaq. Baxın. Tikə. Tikə-tikə sözü sifət də ola bilər. Tikə-tikə parça. Olur, dəri parçalar belə tikə. Ətə tikə-tikə doğradım. Necə doğradım? Burada zərfdir. Hərəkəti izah edir. Amma dərzi paltar tikə-tikə televizora baxırdı, telefona baxırdı, filmə baxırdı. Baxın, tikə-tikə, tikməyə inkar eləyə bilirik. Yəni, bu üç sözü də zərfdən ayırmaq üçün diqqətli olmaq lazımdır. Məsələn,
Asta-asta sözü var. Asta-asta. Mürəkkəb zərfdir. Elədir. Burada da a şəkilçisi var sonda. Buna diqqət yetirməliyik. Testlərdə çaşmayaq deyə. Amma asa-asa burada hərəkət var. Feili bağlamadır. Aydın oldu. Və eyni zamanda tərkiblərə baxaq. Ol, et, elə. Biz bilirik ki, bunlar mürəkkəb feil əmələ gətirir. Aydın oldu mu? Yəni, anama kömək edəndə, baxın, kömək edəndə feili bağlamadır, mürəkkəb feili bağlamadır. Amma anama sözünü özünə birləşdirdi, tərkib yaratdı. Bax, tərkib bu zaman yaranır. Yoxsa kömək edəndə sözündə belə bir tərkib yoxdur. Əziz izləyicilər, izahlarım sizə aydın oldusa, izahlarımızı bəyəndinizsə, siz də bəyən və abunə olmağınızla bizi sevindirin. Təşəkkür edirəm.